Bir çoxumuz dostlarımızla söhbət edirik və müəyyən nəticələr gəlmədikdə onlarla hətta mübahisə edirik və ya müəyyən yerlərdə bir-birimizlə sözümüz tərs düşür. Hansı ki bu ya dostumuzu anlamırıq, ya o bizim dediyimizi anlamır, ya da tam tərsinə bir şey baş verir. Bugün insanlarla, dostlarınla, yoldaşlarınla, sevdiklərinlə necə danışmaq lazımdır? Onların güvənini necə qazana bilərsən? Bugünkü videomuzda onu müzakirə edəcəyik. Mən Mehrat, kanalıma xoş gəldiniz. Birinci bununla başlamaq istəyirəm. Çalışın söhbət edərkən danışan yox, dinləyən tərəf siz olun. İnsanlar bəzən problemlərini danışmaq istəyirlər. Siz tez-tez onlara öz problemlərinizi danışsanız, əlbəttə onlarda müəyyən müddətdən sonra sıxıntı yaranacaq. Yəni hər zaman danışan tərəf olmayın. Bəzən dinləyən tərəf olmanın da xüsusi bir faydaları var. İnsanların problemlərini öyrənib, onlar üçün həll üsulları tapar, onların həyatında da toxuna bilər və ya dəstək ola bilərsiniz. Yəni sadəcə dinləyən tərəf olmanın da tərəfdarı deyiləm. Çalışın həm danışan, həm də dinləyən tərəf olun. Yəni bu stabilliyi qoruyun. İkinci bir söhbətimiz isə nə olacaq? Dostlarınla söhbət edərkən çalış ki, məsələn, onları dinləyən zaman sağa sola baxma. Yəni sadəcə məsələn, səninlə danışırsa, "A, hə, nə yaxşı, a, niyə belə oldu?" kimi ifadələrdən istifadə et. Hər nə qədər söhbət sıxıcı da olsa, dinləmək istəyirsənsə, dostunun güvənini, etibarını qazanmaq istəyirsənsə, bunlara diqqət edir. Arada sırada sözünü kəsə bilərsən. Nə üçün? Ona həmin mövzu ilə bağlı sual verə bilərsən. Məsələn, dostun deyir ki, mən bu gün üzgüçülük şeyindən gəldim, kursundan gəldim. Belə-belə danışdı. Sən sözü yarıda kəssən və belə bir sual verirsən. A, üzgüçülükdən neçəyə yazılmısan? Üzgüçülüyü haçanlardır? Və ya üzgüçülük müəllimi necə bir insandır? Və ya belə-belə suallar verə bilərsən. Yəni mövzudan kənar sual vermə. Qarşıdakı insan sənin onun dinləmədiyini anlaya bilər. Məsələn, sən bayaqki misal üstündən gedəcəm. Dostun üzgüçülükdən danışan yerdə sən ortada durub deyirsən ki, bəs skripka kursu necə oldu falan oldu. Artıq onun yəni söhbətdən sıxıldığın imajını vermiş olursun. Hər nə qədər qəribə bir maddə olsa da buna fikir ver. Saxta da olsa dostun danışarkən ara sıra gülümsəməyi unutma. Çünki gülümsəmələr insanın qəlbini qazanmaqda ən böyük köməkçilər hesab olunur. Məsələn, danışdı, məsələn, anası və ya atası haqqında xoş bir şey danışır və ya nə bilim sevgilisi, valideynləri haqqında xoş bir şey danışır. Sən sadəcə belə gülümsədi, "A, nə yaxşı, necə oldu, belə oldu." kimi ifadələr də işlətməyi unutmursan. Çalış insanlarla söhbət edərkən bacara bildiyin qədər gülümsə. Bunu kişilərə aid etmirəm, amma xüsusən də qadınlar insanlarla söhbət edərkən çox gülümsəyirlər və bunun insanlar üzərində təsiri də bir o qədər böyükdür. Biz oğlan milləti olaraq biraz gülümsəməyə meyilli olmasaq da, çalışdığımız qədər bundan da istifadə etməliyik. Tək qarşı cinsə yox, həm cinslərimizə, valideynlərimizə, dostlarımıza, yoldaşlarımıza da gülümsəmə jestindən istifadə etməliyik. Amma yerində olmalıdır. Sadəcə gülsəz, sizin gülüşünüzün saxta olduğu da bir o qədər müəyyən olar. Bir digər maddəmiz. Dostunla söhbət edərkən çalış ki, sağa, sola baxma. Fikrin tam dostunda olsun. Göz təması söhbətini yəqin ki bilirsən. 810 saniyəlik göz təmasları qursan, bu sənə kifayət edə bilər. Çalış ki, necə deyim, göz təmasını çox uzun saxlama, çünki şübhədə doğura bilər. Nə bilim, üzünə bax, paltarına bax, köynəyinə bax, saçına bax, gözünə də ara sıra baxmağa çalış. Yəni onu dinləyirsən, imajını verməyə çalış. Yəni o söhbət edəndə durdun, ora baxdın, gülə baxdın, aya baxdın, çaya baxdın, o artıq başa düşəcək ki, sən ona qulaq asmırsan. Məsələn, bir nümunə verim. Keçən dəfə dostlarımızla kafedə bir mövzu haqqında söhbət gedirdi. Xüsusən də idmanla əlaqəli bir mövzuydu. Bir dostumuz var idi, adını çəkməyəcəm. İdmana yeni başlamışdı və bizdən tövsiyələr istəyirdi. Hər kəs danışdıqdan sonra növbə mənə çatdı və mən də ona idmanda nə edə biləcəyi haqqında fikirlər verməyə başladım. Mən fikirlərimi bildirdim. Məsələn, filan aparatda, filan işlə, qidalanma falan filan dedikdən sonra bu oğlan artıq gördüm ki, məsələn, kafenin divarındakı gitara baxır və ya saata baxır və ya LED işıqla yazılmış yazıya baxır. O an anladım ki, məni dinləmir. Sakitcə heç kəsin yanında ona dedim ki, bəs mən söhbət edərkən sən məni dinləmirsən və əgər bir də belə olsa, səndən dostluğumu, əlaqəmi sonlandıracağım ifadəni işlətdim. Düzdür, hər nə qədər biraz sərt bir ifadə də olsa, yenə də əgər mən birisinə hörmət edirəmsə, ona hörmətlə yanaşıramsa, o da mənə hörmətlə yanaşmalıdır. Eynisi sənin üçün də keçərlidir. Birisi sənə hörmət eləmirsə, ona hörmət eləmək məcburiyyətində deyilsən. Digər maddələrimiz dedik, təkrar olacaq. Söhbəti yarıda kəsmirik. Kəssək də mövzu ilə bağlı suallarımızı veririk ki, dostumuzun rəğbətini, diqqətini, güvənini qazanaq. Beləcə insanların etibarını qazanmaq istəyirsənsə, sadəcə onları dinlə.
Sadəcə dinləməklə kifayət et. Öz problemlərini də ara sıra danışa bilərsən. Çünki insanlar həqiqətən də problem dinləmək yox, problem danışmaq istəyən tərəf kimi olur. Məsələn, sənə gün ərzində 10 insan gəlib öz problemini danışsa, çox yorularsan. Amma sən gedib 10 insana ayrı-ayrı problemləri açsan, əlbəttə yükdən azad olmuş olarsan. Problemi bir yük kimi düşün. Sanki belində bir yük var. Bu yükünü bir yoldaşınla paylaşdırırsan və ya yoldaşların səni bu yüklə yükləyir. Məsələn, birisinin sevgilisindən ayrılmasının sənə nə dəxlisi var həqiqətən də? Yəni mən niyə gedib birisinin sevgilisindən ayrılmasının dərdini çəkməliyəm kimi ifadələr işlət. Və ya nə bilim, birisi imtahandan 20 sualdan 11 düz yazıb. Onu gəlib mənə danışır, ağladı, hönkür. Tamam dostum, olmaz, bir də olmaz, amma onu mənə yükləyirsə, boş-boşuna hər dəfə gəlirsə, bunu mənə deyirsə, sən yaxşı oxuyursan, sən rahatdır, sən şanslısın kimi ifadələr üzümə vurursa, əlbəttə bu biraz mübahisəli mövzu olar. Məncə bunu ikinci dəfə təkrar düşünmək lazımdır bu dostluğun üzərində. İkinci dəfə oturub ağıllı başına təkrar düşünmək lazımdır. Bəli, gəldik ən əsas maddəmizə. Bunu ən sona saxladım. Dedim ki, ən sonda olsun və videonu da bununla bitirək. Əgər o səni dinləmirsə, məncə nə edəcəyini çox yaxşı bilirsən. Mən sadəcə dinləyim, dinləmək də bir yerə qədər olur. Həqiqətən də sən problem yığan maşın deyilsən. Sənin də insansan, sənin də yüklərin, problemlərin ola bilər. Paylaşırsan, çox gözəl, həll yolu tapırıq, çox gözəl. Amma mən də insanam, mən səninlə problemlərimi bölüşəndə sənin deyim, sən nə problemli adamsan, işin var, gücün var deməyin heç düzgün bir hərəkət deyil. Əminəm bir çoxumuz belə eləmir, amma ətrafımızda belə eləyən insanların olduğuna əminəm. Yəni hər nə qədər yaxınımız da olsa, dostumuz da olsa, yəni özünə etdiyin hörmətdən bir nümunə götür. Yəni necə deyim sənə? Sanki o insan sənə dəyər vermir, amma sən ona dəyər vermək zorundaymışsan kimi bir imaj yaradır özündə. Bu zamanda dostluğu ikinci dəfə düşünməyini tövsiyə edirəm. İndi hərənin öz qərarıdır, öz şəxsi seçimidir. Dostunu necə seçər, necə seçməz, o onun öz həyatıdır. Biz özümüzü inkişaf etdirənlər olaraq dostlarımızı seçməkdə diqqət yetirməliyik. Çünki dostlar insanı dəyişdirən ən böyük amillərdən biridir. Ki bunu da dost seçimi ilə əlaqəli bir videomda vurğulamışdım. O videonu da harda buralardasa bir yerə qoyacağam. Maraqlanan yoldaşlarımız gedib o videonu da izləyə bilərlər. Bəli, videomuz bu günlük bu qədər idi. Bugün insanlarla söhbət edərkən onların necə etibarını qazanmaq olar, hansı tip insanlarla söhbət etmək olar, hansılarla olmaz, insanları dinləyərkən nələrə diqqət yetirmək lazımdır. Bugün bu videonu bu mövzu üzərindən danışmağa çalışdıq. Nəticələrimi bölüşdüm, təcrübələrimi bölüşdüm. Əminəm hər biriniz üçün faydalı bir video oldu. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun. Salamat qalın.